Burada tamamla veriştirəcəyik. Birinci denen sualım olacak. Diyeceğim ki Agil Xəlil Hürmetin söz alanına hürmetin generals were killed on the front line. What the generals were killed on the front line. About that. And beynəlxalq həmrəylik dedikdə siz qeyd etdiniz beynəlxalq həmrəylik. Happen quickly, but we hope. Solidarity about this. Allegations. I'm not interested in looking at of whose murder? Elmar Hüseynov. Elmar Hüseynov qatil. Of journalists in little country. By the authorities in this country. I mean, when you use the word international community, I can assure you that Qanunun pozulmasını görürük və bununla bağlıdır. national freedom of expression and human rights organization by journalist covering the conflict or an Iraqi journalist. Yəni beynəlxalq həmrəylik dedikdə siz qeyd etdiniz beynəlxalq həmrəylik məsələsini. Bilirsiniz ki, beynəlxalq And are taking active measures to request. Ama Elmar Hüseynov bizim öz içərimiz. bizim burada 10 beynəlxalq təşkilatla burada olmamızın səbəbi də məhz bu hadisələrdir. 4-cü kongresi bu günü beynəlxalq jurnalistlərin həmrəyliyi. Dünya tanıyıb ki, Cənubi Qafqazda söz sahibi həm öz cinayətlərinə görə məsuliyyət daşıyır, həm də bu 17 ildə Azərbaycan xalqına inkişaf etməyə imkan vermədiyi üçün məsuliyyət daşıyır. Məhbus məsələsi həll olunmayıb. Buna görə Azərbaycana nə qədər böyük beynəlxalq təzyiqlər. Bəzi halda bu radikal millətçi qüvvələrdir ki, onların arasında Asalaya bənzər Ve bu ateizmden olan şeyi götür.